Dəlilər dünyasına xoş gəlibsiniz. Bu rubrikada Azərbaycanda nə qədər xəstə, dəli, ruhi yəni ruhi cənnət, yəni qısa konkret bu videoda qarşınıza Azərbaycanın cici uşaqları çıxacaq. Amma əgər siz də belə bir videolar tapıbsınızsa, gələn hissədə paylaşmağım üçün mənim Instagramıma keçib direkt bölməsindən daldan baş sponsor Məhəmməd Dənizin Tursiyi. Hamıya salamlar dostlar. Üzrlüsən. Əvvəl onu bildirmək istəyirəm ki, birinci rubrikamıza xoş gəlibsiniz. Bir də belə bir məlumat verim ki sizə. Son 2 il ərzindədir ki, yəni səmimi videolar gəlmir kanalımızda. Yəni açığı nə yalan deyim. Düzdür, bəzi səbəblərə görə Amata indən belə istəyirəm ki, köhnə Zevs kimi, daha doğrusu yeni Zevs kimi ortalığa çıxam. Və bilirsiniz ki, əgər mən YouTube-a başlayıramsa, bunun yəni axırı ya problemdir, yəni qısa konkret belə deyim də, yəni çox götür qoy elədim beynimdə ki, yəni belə deyim də rahat yaşaya bilmirəm qaqaş. Mənim nəsə başıma gəlməlidir. Yəni bilmirəm, bu necəsə olmalıdır, yəni başa nəsə divijuq olmalıdır. Bu həyat mənim üçün maraqlıdır, qısa konkret. Nəysə, sizdən xahişim odur ki, bu video like eləyəsiniz və kanalımıza abunə olmağı unutmayasınız. Məqsədimiz 1 milyon abunə olmaq yox, artıq 2 milyon abunə olmaq. Çünki mən bilirəm ki, bu ay mən 1 milyonu vurub keçəcəm. Nəyə görə? Birincisi sizə güvənirəm, bu bir. İkincisi də ki, davamlı videolar gələcək kanalımızda. İstəyirsiniz gəlin uzatmadan başlayaq ucu. Mən özüm də səbirsizəm. Heç bir videonu da izləməmişəm. Sadəcə olaraq bir tanışım var, ona demişəm ki, mən videolar at, mən də baxım. Başladıq. Qəşəng başlanğıcı açığı. Sağ ol sən qaqaş, qızalım. Ay bilə, sıç videonun içində. Sən bilirdim nəsə olacağı bu videoda sən o. Qaqaş elə mağaradan çıxıb belə. Soxum sən yaşayış var. Deyirəm əsəbləşməyəcəm, özümdən asılı deyildi yəni. Prosta belə insanları görəndə Allah mən şoka düşürəm yəni. Nə bilim ya. Nəysə. Ay bilə. Bu nədir səncə? Qaqaş sən görürsən ümumiyyətlə. Keçir kimi də. Yəni bu qaqaş görür. Qaqaş elə bil ki, bağlı glazokdan baxır da sən. Görürsünüz uşaqlar. Ha? Baxın. Hardayam? Namazda. Namaz. Allah qəbul etsin. Namazında. İmanınız olsun da. İmanınız olsun. İmanınız olsun. Tomat ağzından çölə var, üzülürsən ya. Həqiqətən də. Bu niyə ağlayır ha? Dalbayıbsan sən. O sözün mənası çox ağırdır. Çox ağırdır. Çok ağırdır. Cırıldım ala gülməkdən. Oh. Sağ ol sən, bax başqa məsələ. Sağ ol siz canavarlar. Yığışıblar yenə vitsiz fasonsuzlar. Sənər. Yo video amma normaldır. Ay billə dedim də qabağıma bir dənə xiyar çıxacaq da. Ha bu nədir la? Klubda belə kurtka ilə oynayırlar ala. Bir dənə zəhmət olmasa bu videoya baxın. Sonda sizə bir şey deyəcəm. Cibin həmişə dolu olsun. Hamımızın, tıklayanların, mənə dəstək duranların. Bilirsiniz niyə bu videonu göstərdim sizə? Yəni özünüz də çox gözəl bilirsiniz ki, TikToka girəndə ekranı tıkladığınız zaman sizə heç bir xeyri yoxdur. Yəni xeyir gəlmir. Amma mənim təklifim başqadır. İstəyirsiniz ki, ekranı tıklayanda siz gəlir əldə edəsiniz. Onda dostlar, Metex sizin qarşınızdadır. Şirkət mənimdir, %100 sizə garanti verirəm. Sadəcə olaraq aşağıdakı linkdən qeydə keçirsiniz və Metex coin-i tıkladıqca balansınız artır. Dərhal da çıxarış eləyə bilərsiniz. Yəni belə deyim də, açığı məntiqsizdir TikTokda oturub ekran tıklamaq ki, yayımcılar qazansın. Ondansa özünüzə xeyir verin. Bir də ona deyim, balans nə qədər yüksək olsa, gəliriniz də o qədər yüksək olacaq. İstifadəçilər var ki, balanslarını 100 manat artırırlar. Ekranı tıkladıqca daha çox pul qazanırlar və sonra isə öz pulları ilə birlikdə qazanclarını da çıxarış edirlər. Bir də əlavə olaraq dostlar, burada mükafat var.
gündəlik 10 nəfərə mükafat düşür. Məsələn, burada yığılır 5000 manat, 10000 manat ümumi 10 nəfərin arasında bölünür. Yəni deməyim odur ki, 1 manat vurmasanız belə bu mükafatları əldə edə bilərsiniz. Sən adam üstü bir yola gedir. Allah'ın olsun. Məndə belə sviterim vardı o vaxtlar. Qardaşım baxışlarına bax belə seksual həyat yaşayır. Ola sən nə etmək istəyirsən? Diriyi be, qaqa saçın yoxdur da getdən sən belə bezdirdin hətə. Ay belə. Sən uşağı da aldadıblar. İnanıb yazıq, elə bilib ki, gələcəyə parlaq olacaq da belə oynasa. Da xəbəri yoxdur ki. Hələ buna bax, buna bax. Heç olmasa video çəksənsə, təmiz pəncərənin qarşısında çəkdə la. Pəncərənin üstünə elə bir mən bağışla. Bunlar ciclər ya, Allahın da. Bunlar dəlidirlər qardaş. Bunlar xəstədirlər. Bu nədir də belə? Ay blət. Gəl buna basanca. Ay blət dəlidirlər, xəstə cic var. Buna bax. Buna basan. Ay bu nə vit fasonda la blət. Ay blət. Qaqaş promo Firudun oxşur blət. Bəyə çalmasa. İndi məzun üçün çəkib də razı görsəniz ki. Mırtdaşıcam. Temadı qaqaşsan. Hava aldı sənə. Yatırsan beşə. Ay. Sən qorxundan heç tualetə də tək getmirsən. Deməli, indən belə mənim videolarımı, reaksiya fraqmentlərimi kim TikTokda və YouTube'da paylaşsa pul qazanacaq. Gəlin sizə başlayalım nətər. Deməli, götürürsünüz bu gündən etibarən bu videonu məsələn reaksiya olaraq TikTokda və ya hardasa Instagramda paylaşırsınız. Amma bir şərtlə ki, videonun altında Metex qazandırır sözünü yazırsınız. Yəni mənim şirkətimə. Vəsiyo, o video 500.000 baxış yığırsa 50 manat pul qazanırsınız. Belə deyim, yəni sizə gələ bilər ki 500.000 baxış çoxdur, amma xeyr. TikTokda videolar var ki, elə belə məni qıraq adamlar, tanımadığım şəxslər paylaşırlar. 4 milyon, 8 milyon, 14 milyon bəzən baxış yığır TikTokda. Keçib baxa bilərsiniz. /Zefs yazın, yəni görəsiniz də. Yəni o qədər video var ki, 10 milyondan yuxarıdır. Mənə paylaşıblar və çox baxış yığılıb. Belə deyim, yəni mənim açıq simam TikTokda da, Instagramda da, YouTube'da da çox baxış yığır. Çünki mən belə deyim, yəni simam alqoritm tərəfindən tanınır. Siz də nə edə bilərsiniz? Sadəcə olaraq mənim bu gündən etibarən videomu götürürsünüz, aşağıda Metex qazandırır yazırsınız və paylaşırsınız. İstəyirsiniz 100 dənə paylaşın. 500.000 baxışı yığdı və ya 1 milyon baxış yığdı məsələn. Hər 500.000 baxışa 50 manat pul ödəyirəm. 1 milyon baxışa 100 manat. İstəyirsiniz 100 dənə video paylaşın. 100 dənəsi yığdısa 100-ünün pulunu ödəyirəm. Yəni daha doğrusu mən yox, işçi həyatımı ödəyir. Aşağıda Gmail qoyacağam dostlar. Əgər videovuz 500.000 yığıbsa, onda həmin o videonun linkini göndərirsiniz Gmail-a, sizlə əlaqə saxlayırlar və ondan sonra isə emonunuzu və ya hansısa bir cüzdanınızı, kartınızı göndərirsiniz. 1 dəqiqə ərzində ödənişinizi vururlar. Ala bu Türk YouTuber deyil. Gül satan nə gəlir burada? Sən indi yetimi zorlayacaqlar burada. Mən bir sizinlə maraqlıdır. Yəni Balper rəndə sağ-salamat getdi Türkiyə yoxsa. Nədir o? Qarpızı belə partladırlar. Yəqin ki, məni tanımır. Əmi sən qarpızın işin olmasın. Yəni fəsadları böyükdür. Pulsuz birinci həftə yazılanlara kriptovalyuta dərsləri keçirəm. Qanqa deyə bilmirsinizsə. Zordur elə. Birinci həftə yazılanlara Hayda, bildim kimlərdir. Sonra ödənişli olacaq. Bax qaçırmayın. Birinci həftə pulsuz ödənişini. Özü də gülür. Qəşəng qazanmaq üçün.
Qaqaş temada özüm ölüm. Yəni mən açıq özüm demişdim ki, bu qaqaşa da aid hansısa bir rubrikada video atarsınız. Reaksiya bildirim çünki mənə çox ləzzət eləyir. Bir də bu rubrika ona aid deyil ümumiyyətlə. Çünki belə deyim, girib Instagrama baxmışam. King Qasımov. Çaşıb Osmanov deyə yazdı, değil mi? Qaqaş idmansızdır. Qaqaş deyən ki, qardaş deyə. Belə yəni ünsiyyətimiz olmayıb, yəni ünsiyyət Allah çox hafifçılar. Nəsə olmuşum, yəni yaxınlığımız falan olmayıbdı, amma belə qaqaşa həqiqətən hörmətimiz var. Çünki bomba videolar çəkir. Baxın bir dənə də video var. Baxım gör mən nə atıblar bir saniyə. Ha. Qaqaş cəmaatla mırtdaşır da. Bəs deyirdilər xizəklə gəlir. Nə? Şaxtı baba taksi ilə gələr Allah. Всё, bu günlük bu qədər. Əgər belə videolar qarşınıza çıxsa, mənim Instagram direktimə atın. Gələn videoda onlara reaksiya bildirəcəm. Bir də ki, kim də əlavə pul qazanmaq istəyirsə, bayaq dediyim kimi, mənim videomdan fraqmentləri TikTokda, YouTube'da, Instagramda paylaşsınlar. 500.000 baxışa 50 manat pul verirəm. Fərqi yoxdur. 100 dənə video paylaş, 100 dənə videonun pulunu verəcəm sənə. İstəyirsən bir dənə video 4 milyon baxış yığsın, yəni 400 manatı verirəm, göndərirəm. Bir də ki, kim də Metex-dən qazanmaq istəsə, mənim şirkətimdən link aşağıda olacaq. Öpürəm hamını. Çox sağ olun. Video like eləyin və kanalımıza abunə olmayı unutmayın. Hələ bu başlanğıcdır. Nəsə